Cavanlik deyilsən. Seninle yaşlı travan kalmış. Sen de bilirsen ne varsa. O bilir. Bilir de varsa. Bu birinci müəllimlə keçdi. Sonra qızları olanlar taydı, qızlara gülüşlər, gül var. Deyir, gələcək axşam gəlir. Yaxşı şeylər, İnşallah. Bir de yapsak gönder. O Türkiye işte. Yok burada. Onu gətir, baş gətir. O günləri bana bak. Hər şeylər çıxır. Onu da gətir. Buralarda Əşrəf əmr gəlir. bir çardağını geçmişim. Ay Kemal efendim, gel bura. O bir gün hamısını təqdim edəyək, o dediyim kimi. Qoy bu baş gəlsin, bizə verin. Zəhmət olmasa... İndi isə mən istəyərdim ki, bəli, 1987-ci ilin məzunları Göyçə, Bala Məzrə kəndi, Molla Pənah Vaqif adına orta məktəbin məzunlarını bir-bir dəvət edək. İstəyərdim ki, Qubat qardaşımız və Kəmal xanım bir-bir təqdim eləsin. Hamılıqla xoş gördük, əziz sinif yoldaşlarımız, əziz müəllimlərimiz. Bugünkü xoş təsadüfə hamınız xoş gəlirsiniz. Deməli, bizim 1987-ci il buraxılışda olan qızlarımız, bacılarımız. Hamılıqla xoş gəlirsiniz. Nəsibova Sevda. Nəsibova Sevda. Nəsibova Sevda. Xəlilova Sərfinaz. Hacıyeva Alimə. Nəsibova Minarə. Sadiqova Sevinç. Vəliyeva Aləmzər. İsmailova Ziniyyət. Mahmudova Zahidə. Məmmədova Valya. Ələskərova Zəminə. Ələskərova Təranə.
Qələndərova Sənayə. Və Babayeva Kəmalə. Müəllimlərimizdən yox. Vəliyev Gündüz. Hoş gəlmişsiniz. Nəsibov Zahid. Şərifov Azad. Mahmudov Orxan. Rüstəmov Hafiz. Musayev Fikrət. Musayev Habil. Zəfərov Aydın. Hüseynov Mamed. Ramazanov Şekspir. Zəfərov Asif. Cabbarov Sərdar. Qubat Aslan. Qubat Aslan. Hüseynov Elşad. Həsənov Tofiq. Bayramov Namik. Hümbətov Yaşar. Abdullayev Yuris. Dənizlərimiz, xoş gəldiniz. Buyurağın əyləşəyin. Allah sizləri var eləsin.
Salam, hər vaxtınız xeyir olsun. Çox hörmətli Bala Məzrəmin sakinləri. Hər birimizə məlumdur ki, bugün biz 37 illik həsrətə son qoyaraq nəhayət bir arada toplaşmışıq. Əziz qardaşlar, bacılar, hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun deyirəm. Allah sizləri var eləsin deyirəm. Təbii ki, mən istəyərdim ki, məclisimizin açılış münasibətini ilk öncə hər birimizə məlumdur ki, bizim vətən müharibəsində canını, qanını torpağa bağışlayan bizim minlərlə şəhidlərimiz var və minlərlə qazilərimiz var, veteranlarımız var. Başda Ali Başkomandan olmaqla müzəffər ordumuz, yenilməz əskərlərimiz var. Mən ona görə də ilk öncə istəyərdim ki, gəlin, bugün Azərbaycan torpaqlarında Azərbaycan bayraqları yenilənsə də, amma özləri bayrağa bükülən, o şəhidlik zirvəsinə ucalan həmin o qardaşların mən xahiş edirəm, ruhu qarşısında hamı bir dəqiqəlik ayağa qalxaq, sükutla yad edək. Allah rəhmət eləsin, eyləşəyin, bir daha eşq olsun sizlərə. Çox sağ olun ki, bəli, nəhayət siz bugün bir arada toplaşmışsınız. Yəni, mən həmişə deyirəm və bütün qruplarda deyirəm, sinif yoldaşı deyəndə bir ailənin bir üzvü deməkdir. Valla, uşaqlıq xatirinə qayıtmaq, o Göyçəni yada salmaq, təbii ki, hər birimiz bunu hər an xəyalımıza canlandırır. Və hamımızın bir dərdimiz var, Göyçə dərdi, vətən dərdi, yurt dərdi. İnşallah Allah prezidentimizə can sağlığı versin, yəqin ki, vaxt olar, o torpaqlar da qaydar, gedib biz ulu babalarımızı, nənələrimizi ziyarət eləyərik. Bəli, o torpaqda bizim doğmalar yatır, doğmalarımızı ziyarət eləyərik. Ona görə də şair yazır ki, Xankişi müəllim yazır ki, yuxuda gördüm ki, dağa getmişəm. Yuxuda gördüm ki, dağa getmişəm. Oradan düz bir tofa üzərlik yığdım. Gözümü açmağa imkan vermədi. Dolu başladı, tələsik yığdım. Oradan düz bir tofa üzərlik yığdım. Əlik naz eylədi, göz etdi kəhlik. Gördüm ki, dumandan görünmür gədik. Birazca itburnu, birazca yemlik. Qaydan başı da əvəlik yığdım. Oradan düz bir topa üzərlik yığdım. Özünü incitmə, xan kişi yetər. Biraz da yığarsan o biri səfər. Birazca kəkotu, biraz qan təpər. Hərəsindən bir çimdik yığdım. Oradan düz bir topa üzərlik yığdım. Hə mənim əzlərim, bax o yığdığım üzərlikdən bir tel ayrıb hər birinizin ocağınıza ünvanlayıram. Qoy arzular olsun ki, o üzərliklər ocağınıza yansın, çıtlasın. Yaman gözlər, pis gözlər pırtlasın. Xankişi müəllimə sual verirlər ki, ay Xankişi müəllim, nə çox dağlardan yazırsan? Deyir, mənə dağlardan çox yazan oğlan. Mənə dağlardan çox yazan oğlan. Sənin də dağlardan xəbərin varmı? Çəmənin şehinə batmısan sən? Dağlardan xəbərin varmı? Sən kəhliyin söylə, şəkilini görmüsən? Sən əliyin söylə, şəkilini görmüsən? Uzaq başı dağın şəkilini görmüsən? Dağların qədrini hardan biləsən? Bilirsənmi nədir qoyun qulağı? Nədir qaz ayağı, dəvə qulağı? Nə yemlik yemirsən, nə quz qulağı? Dağların qədrini hardan biləsən?
Azmısanmı sən dağlarda de yolu? Başına döyübdü yağış, qar, dolu. Üstünü cırıb bu böyürkən kolu. Dağların qədrini hardan biləsən? Məclis qurubsanmı bulaq başında? Çəməndə yatmısan papaq başında? Gecə uzanmısan çardaq başında? Dağların qədrini hardan biləsən? Yaman bir təhərsən, lap bir cürəsən. Baxışın ögeydi, yaman zəhərsən. Baxıb xan kişiyə bir gülərsən. Dağların qədrini hardan biləsən? Bəli, bax o dağlar bizim yaralı yerimiz. Əlbəttə ki, Göyçə deyəndə Göyçə dağları nəzərdə tutulur. Mənim əzlərim, təbiəti səfalı, insanları vəfalı, eşq olsun bizim Göyçəmizin Bala Məzrə kəndinə. Və bu gün də sizlər düzdür, 38 ildir məktəbi bitirirsiniz, amma 37 illik biz həsrətə son qoyaraq bugün bir arada görüşürük. Allah sizləri var eləsin deyirəm. Mən hər birinizə bir daha xoş gəldin deyirəm. İndi isə istəyərdim ki, bizim Qubat müəllim və Kəmalə xanım buyursun. Bizim müəllimlərimizə gözəl şeir parçamız var. Zəhmət olmasa yaxınlaşaq Qubat qardaşımız. Mən nəzərinizə çatdırım ki, mən həmişə deyirəm, düzdür, biz tərbiyəni ata-anadan alsaq da, amma gəlin unutmayaq ki, biz təhsilimizi hörmətli müəllimlərimizdən almışıq. Və çox şükürlər olsun ki, bugün müəllimlərlə bir aradayıq. Qoy, rəhmətə gedən hər bir müəllimimizə Allah rəhmət eləsin deyirəm, yerləri cənnət olsun deyirəm. Hörmətli müəllimlərimiz, biz sizinlə fəxr edirik, xoş gəlibsiniz, Allah sizləri var eləsin. Buyurun. Hamıya xoş gəldin deyirik. Bizim 38 ildən sonra görüşümüzün təşkilatçısı Asim müəllimə də minnətdarlıq edirik. Şair deyir ki, müqəddəsdir müqəddəslər içində, öz işində çox ustadır müəllim. Halal zəhmət ilə fəxr edər gündə, biganə işlərə yaddır müəllim. Parlak bir güneştir, o sönen değil. Xeyrxah əməldən o dönən deyil. Əgər dindirməsən, o dinən deyil. Dinəndə alovdur, oddur müəllim. Nəzər salaq gələcəyə keçmişə, bəxş edibdir hər bir kəsə bir peşə. Böyük aqillər də deyib həmişə, ən yüksək, şərəfli addır müəllim. Müəllimlərin şərəfinə bir alqışlar gəlsin. Və istəyərdim ki, bizim əziz müəllimlər, sizləri bura dəvət edirik, zəhmət olmasa. İlk öncə biz gözəl söhbətləri, yaxşı xeyir duanı biz hörmətli müəllimlərimizdən eşitmək istəyirik. Və əlbəttə ki, bizim müəllimlərimiz adlarını. Müəllimlərimizdən Vəliyev Mamet müəllim, Səfərov Tapdıq müəllim, Xəlilov Vaqif müəllim, Hümbətov Əkraf müəllim, Ələsərov Yuris müəllim, Novruzov Zirəddin müəllim, bir də Əşrəf müəllim. Buyurun müəllimlərimiz. Hörmətli müəllimlərimiz, bəli, zəhmət olmasa yaxınlaşan Allah sizləri var eləsin. Bugün gözəl müəllimlərimiz, hörmətli müəllimlərimiz, bəli, mən hamı yaxşı bilir ki, bizim Bala Məzrədə həqiqətən savadlı müəllimlərimiz çox olubdur. Və hal-hazırda da savadlı müəllimlərimiz var. O cümlədən bizim nə qədər akademiklərimiz var, nə qədər alimlərimiz var, nə qədər elmi namizədlərimiz var, nə qədər bizim professorlarımız, nə qədər polkovnikimiz var və bizim generalımız olub. Hörmətli müəllimlər, xoş gördük sizləri. Buyurun. Asim müəllim, mən sizə hər üçünüzə təşəkkürümü bildirirəm. Allah'ın bugünkü gününə çox şükür. Çox şükür ona görə ki, biz neçə il bundan qabaq dərs dediyimiz şagirdlərimiz bugün bizlə bir yerdə oturub belə bir əlamətlər günü qeyd edirik. Mən bütün tədbir iştirakçılarına ürəkdən çox sağ ol deyirəm. Sizə can sağlığı arzu edirəm. Ailə səadəti arzu edirəm. Allah'a çox şükür ki,